Salam dostlar. Kanalımızın növbəti videosuna xoş gəldiniz. Bu gün proqramlaşdırmanın ən əsas bünövrəsini qoyuruq. Mövzumuzu çox uzatmayacağıq. Çünki biz bu gün funksiyaları öyrənirik. Funksiya bizim müəyyən kod sətirlərimizi bir yerə yığıb ona bir ad verdiyimiz xüsusi bir kod maşınıdır. Yəni siz təsəvvür edin ki, sizin bir kofe maşınınız var. Hər dəfə düyməyə basırsınız və bu kofe gedir, kofeləri anbarından götürür, gəlir onları xırdalayır, nəm su ilə qarışdırır, sizə sonda bir dənə kofe verir. Amma siz onu sadəcə hər dəfə bir dənə kofe hazırla düyməsi ya da start düyməsindən basaraq yerinə yetirirsiniz. Yəni funksiya da belədir. Biz bütün bizə lazım olan şeyləri bir dənə funksiyanın içinə yığırıq, sonra biz sadəcə o funksiyanı çağıraraq ondan istifadə edirik. Gəlin heç vaxt itirmədən funksiyaları necə yazırıq, onları bir-bir göstərək. İlk olaraq yenə də main.dart faylımızın içindəyik. Yəni əsas bizim kodumuzun 0-cı nöqtəsindəyik. Başlayaq nədən? İlk olaraq sizə main-də də gördüyünüz void funksiyalarını öyrədəcəm. İlk olaraq bununla bir dənə yorum sətri ataq, buraya yazaq void funksiyaları. Əla. Void funksiyaları nədir? Normalda funksiyalar iki dənə yerə bölək. Belə lore dilində iki yerə bölək. Bir, nəsə bizə hansı bir data qaytaran funksiyalar. Yəni bizə nəyisə yəni hansı bir data qaytarır, hansı bir, nə bilim, tipdə data qaytarır. İkinci, heç bir data qaytarmır. Sadəcə iş görən funksiyalar. Əgər bir funksiya sadəcə iş görürsə, məsəl üçün ekrana bir dənə yazı çıxardacaqsa, ya da hər hansı bir CSS-də print yazırdıq da, hər hansı bir print funksiyası yerinə yetirəcəksə, biz ona sadəcə void yazırıq. O zaman ilk olaraq biz bir funksiya yazanda, ilk olaraq biz onun geri dönüş tipini yazırıq. Geri dönüş tipi digər tiplərindən eynidir. Yəni string, integer, double, bir də boolean. Bir də necə geri əgər tip qaytarmırsa, sadəcə void funksiyaları. O zaman nə edirik? Birinci, funksiyanın tipini yazırıq. Bizim hal-hazırda öyrəndiyimiz funksiya boş funksiyadır. Yəni geriyə heç bir data qaytarmayacaq. Sadəcə ekranda bir dənə yazı yazacaq. O zaman mən istifadə edirəm void sözündən. Void ingilis dilindən boşluq demək. Yəni bu funksiya sadəcə işini görür. Ekrana yazı çıxarmır. Daha doğrusu ekrana yazı çıxardır. Amma geriyə geriyə hesablama aparıb heç bir riyazi data qaytarmır. O zaman bunu void funksiyasını yazandan sonra gəlirik ikinci yerə. Bir, funksiyamızın adına. Funksiyamızı camel case ilə yazırıq. Yəni bundan əvvəl də necə məsəl üçün biz yazırdıq user name. Yəni ilk sözü həmişə balaca ilə başlayır. İkinci sözü həmişə böyüklə başladırdıq. Və buradakı n hərfi dəvənin ucuna bənzədiyinə görə buna camel case deyilir. Məsələn, salam D funksiyasını yazırıq. Burada D-ni böyüklə yazmalıyam. Salam D funksiyası. Amma biz bunu ingilis dili qaydaları ilə yazsaq daha yaxşı olur. O zaman yazırıq nə? Say hello. Funksiyamızı yazandan sonra, adını yazandan sonra funksiyamızı mütləq şəkildə mötərizəni açıb bağlayırıq. Yəni bir dənə mötərizə açıb bağlamaq lazımdır ki, bu funksiya tipinə düşsün. Düşdümü? Keçirik bir də. İndi fiqurlu mötərizəni açıb bağlayırıq. Fiqurlu mötərizə də budur. Bax, bu iki fiqurlu mötərizənin arasında qalan hissə, bax, bu iki fiqurlu mötərizənin arasında qalan hissəyə funksiyanın gövdəsi deyilir və biz bütün kodları bu hissəyə yazacağıq. Sadəcə, bax, bu birinci fiqurlu mötərizənin ikinci fiqurlu mötərizənin arasına yazacağıq. Əla. Gəlin, indi başlayaq. Bu funksiyanı dedik neyini? Bu funksiya bizə sadəcə ekrana nəsə yazdıracaq. O zaman yazaq print. Sildim. Azərbaycan klaviaturu keçsə yazıram. Salam Ayxan. Salam Ayxan. İlk funksiyamız uğurla işlədi. İlk funksiyamız uğurla işlədi. Bax, biz funksiyanı yazdıq. İndi bunu bir əsas funksiyamızın içinə çağırmalıyıq. Bizim əsas funksiyamız nədir? Main funksiyamızdır. Yəni, hər zaman bizim tətbiqimizin başlayacağı nöqtə main funksiyamız olacaq. Bunu digər dərslərdən həmişə görmüş olacaqsınız. Bu bizim main funksiyamızdır. Void yazmışam. Void. Bəli. Çağırdıq mı? İndi biz sadəcə bu funksiyamızı bunun içində çağırmalıyıq. Çox sadə şəkildə. Funksiyamızın adı nədir? Say hello. Say hello. Mötərizəni bağladım. Gəl buradan geri qaytaraq. Hoppa.
Yazdı ki, salam Ayxan, ilk funksiyamız uğurla işlədi. Yəni bizim baxın bu funksiyanın içində yazdığımız hissə onun işlədi. İndi məsələsinə ağza gələ bilər ki, kod yuxarıdan aşağı olanda bir dənə print burada yazıldı. Sonra printi biz gəldik bunun içində yazdıq da 2 dəfə print çıxa bilərmi? Xeyr, niyə? Bu funksiya main funksiyasının içindədir. Bizim əsas kodu oxunan isə main funksiyasıdır. Main funksiyası gəlir say hello tapır, gedir say hello içini oxuyur, sonra keçir davam edir. Başa düşdünüzmü? Yəni biz ilk void funksiyamızı yazdıq. Əla. Void funksiyamızın işimiz qutardı. Başqa heç nə yoxdur. Yəni əgər bir funksiya sadəcə belə bir dənə içində hər hansı bir əməliyyat yerinə yetirəcəksə, bizə geri heç bir data qaytarmayacaqsa, bu olur bizim void funksiyamız. Bunda okey məncə. İkinci, gəlirik bizim string funksiyamıza. Yəni əgər bir funksiya geriyə bir mətin qaytarırsa, həmin funksiyanın tipi olur string. Necə edirəm onu? String yazıram, string. Funksiyamın tipini yazdım. Funksiyanın tipini yazandan sonra funksiyanın adını yazmalıyam. Yenə tutaq ki, biz bir dənə kripto haqqında layihə yazırıq. Yazırıq nə? Get project name. Yenə mötərizəni astım bağladım. Figurlu mötərizəni astım bağladım. Bir dənə sətrə atdım ki, bodiesi tam rahat mənə görünsün. Get project name'i yazdım. Sonra nə edirəm? Gəlirəm aşağı, düşürəm bura. İndi baxın, əgər mən hər hansı bir void funksiyanı yox, void funksiyanı keçsək, string bir dənə funksiyan varsa və mənə geri nəsə qaytarırsa, mən funksiyanı həmişə sonunda return edəcəm. Bu return qabağında yazılacaq dəyər mənim həmişə funksiyanın mənə qaytaracağı dəyər olacaq. Yəni bu funksiyanın returnla yuxarıda 1000 dənə əməliyyat keçirsin. Amma sonda gəlir mənə bir data qaytaracaqsa, həmin datanı mən returndan sonra yazmalıyam. Gəlin returndan sonra yazıram ki, okey, returndan sonra nə yazacağam? O zaman tutaq ki, burada hesablamalar getdi, nəsə proyektin adı formalaşdı. Gəlim indi o proyekti returndan sonra yazmağa. Dırnağımı astım bağladım. Niyə dırnağı astım bağladım? Çünki buradakı returndan sonra yazacağım dəyər burayla eyni olmalıdır. O zaman mən string yazıramsa onu dırnağın içində yazmalıyım. Yazıram bura kripto layihəsi. Kripto. Əlavə. Nöqtə vergülümüzdə qoyduq. Gəlirik bura düşəkmi, düşmür. Hələ düşmür. Gəl o biri funksiyalardan da bir iki dənə misal yazaq sonra. Sonra nə olsun bizim funksiyamız? Integer olsun. Yəni bizə nəsə bir data qaytaran bir dənə funksiya olsun. Integerdə yenə int yazıram. Get Bitcoin qiyməti olsun. Bitcoin price. Mötərizəni astım bağladım. Taraf düşdü aşağı. Yenə return yazıram. Bunu hələlik sadə şəkildə yazıram ki, bilək. Bitcoin qiyməti neçədir? Mən bilən 60 min. Düşdü aşağı. Sonra bir dənə də double. Double yox. Double zaten integer'ın eynidir. Gəlin boolean'dan göstərim. Çox vaxtımız yetməyəcək. Boolean. Server bizə baxaq. Is server online demək. Yəni serverimiz hal-hazırda işləyir. Return nə yazmalıyam? Sadəcə true yazır. Çünki bu bizim boolean dəyərimiz oldu. Düşdü aşağı. Baxın, funksiyalarımızın hər birində öz funksiyanın tipinə görə aşağıda return edib həmin datada data qaytardı. Məsələn, mən bax burada onu silsəm bura, onu silməyim, 60 xəta var. Ayxın yazsam xəta alacam. Niyə? Çünki bu funksiya integerdadır, amma mən ona deyirəm ki, sən geriyə bir də string qaytar. Bu olmaz. 60 minimiz ora düşsün. Gəldim indi, gəlin indi onların hamısını main funksiyamızın içinə salaq. İlk olaraq əmimizin adını deyək. İndi burada bir şey yazacağam. Bunu tam başa düşün. Düşünün ki, bir data gəlir bizə, o dataya bir ad verib saxlamalıyıq. Düzdür? Baxın, bu get project name bizə bir ad verir, kripto verir. Məsəl üçün, mən bura gəlib yazsam ki, string app name bərabərdir kripto. Yəni mən layihəmin adını kripto olaraq aşıladım. Amma zaten bu layihə buradan gəlir, düzdür? O zaman nə edirəm? Gedəm o kripto mənə lazım deyil. Silirəm. Çünki o funksiyanın içindən gələcək. Get project name-i çağırıram. Nöqtə vergülü tortudur. Bu bizim application'ımızın adı olacaq. Düşdüm aşağı. Print yazıram. Tam sorulu şəkildə göstərək. Print yazıram bura. Tetkikliyin adı
dollarla gəlin appneyimi ora yazaq. Yazdırdıq. Gəlin indi birbaşa printin içində istifadə edək. Necə? Bu print yazıram. Bunu da görün. Printi yazdım, açdım. Yazıram ki, Bitcoin-in güncel qiyməti necə yazmışlar? Güncel qiyməti. O necə edirəm? Yəni dollar açıram, amma indi mən bir dənə funksiya yazacağam da. Həmin bir funksiya yazıramsa istiqmətin içində dollardan sonra fiqurlu mötərizəni açıb bağlayıram. Açıb bağlayandan sonra gedirəm get Bitcoin price. Bax elə birinci çıxdı. Bastım gəldi. Əla. Bunu da atdımmı? Düşürəm bir dənə də sell boolean ayrı yazaq. Boolean neynəməliyəm öncə? Yazıram sell statusda doğrusu yazaq daha doğru olar. Server niyə yox? Status yazır. Çünki serverimizin statusunu yoxlayırıq. Bərabərdir. Yenə də is server online. Gəldim is server online. Düşürük aşağı. Print'e yazaq bunu. Print düşdük bura. Nə yazalım buna? Hal-hazırda olan serverin bu çox pis oldu. Yazaq ki, server işləyirəm. Server hak bildirmi. Sonra içərisinə qoyduq. Düşdük buradan. Dollar işləmizi qoyaq. Statusu da tıkladaq. Basaq keçsin. Gəlin yoxlayaq. Hoppa. Bu bir. Say hello dedi. Salam Ayxan. 2. Tətbiqin adı appneyinin içindən gələcək. Yəni nə olacaq? Kripto. Kriptonun da şey yazaq Ayxanın funksiyasına gəlmək. Yenidən return bunu. Hop. Tətbiqin adı Ayxan funksiyası. Yəni mən gedib bu funksiyanın içində nə şey edəsəm, gəlib onu söyləən şəkildə ekrana yazdıracaq. Həlla. Bitcoin-imizin qiyməti 60.000 gəldi, 60.000 çıxdı. Serverimiz aktivdirmi? True. Əla. Bu məncə burada funksiyaları tam müəyyən edən bir dənə dərs oldu. Qaranlıq qalan nəsə varmı? Yoxdur. Boş funksiyamız, yəni geri heç bir tip qaytarmırsa, heç bir data qaytarmırsa, bax return-dan sonra heç nə yazmamışam. Qaytarmırsa, bu olur sadə funksiya. 2 tip qaytaran funksiyalarımız. Sonra baxın həmin funksiyanı necə çağırıb hər hansı bir dəyişənə atadığımızı elədik. Birbaşa həmin funksiyanı istifadə elədik və statusundan istifadə elədik. Bu qədər. Bu qədər. Əla. Deməli, indi bu videonun tapşırığım olacaq. Dostlar, bu mövzunu birbaşa öyrənmək üçün məncə siz özünüz də istəməlisiniz. Nə edirsiniz? İndi geri dönüşü integer olan bir dənə get user age alan bir dənə funksiya qurursunuz. Daxilində öz yaşınızı return edirsiniz. Sonra bu funksiyanı main daxilinə çağıraraq ekrana çap edirsiniz. Məsəl üçün, salam, mənim adım filan kəsdir və mənim bu qədər yaşım var. İstəsəniz bir dənə string yaradın, orada adınızı tapın. String tipdə funksiyasının adınızı yazın, integer tipində funksiya yaradın. Soyadınızı yazın. Daha doğrusu yaşınızı yazın və onu ekranda çap elə. Bu qədər.